Minlərlə sənəd yandırıldı. Yüzlərlə şahid sustu. Onlarca bank hesabı bağlandı. Amma bir şey qaldı. Çin səfirinin şəxsi gündəliyi. Qalın dəri cildli, səhifələri saralmış, bəzi yerləri qələmlə qaralanmış bir dəftər. Bu gündəlikdə bir qeyd var ki, onu oxuyan hər kəs eyni sualı verir. Niyə məhz o? Niyə Milli Azadlıq Cəbhəsinin digər liderləri Bayıl həbsxanasının rütubətli kameralarda çürüyərkən, Tamerlan Qarayev Pekinin 5 ulduzlu mehmanxanalarında diplomatik pasportla gəzirdi, çay içib müqavilələr imzalayırdı. Həmin gündəlikdə qeyd olunub ki, 1993-cü ilin may ayının 15-ci gecəsi saat 3-də Bakı Beynəlxalq Hava Limanında bir nəfər özəl təyyarəyə minib, yanında 2 ağır çamadan, birinin içində qalın tabakalarla bağlanmış dollar paketləri, digərində isə mühürlənmiş zarflar, bank kodları, şifrələnmiş kayıtlar. Təyyarə Pekinə uçub, amma bu adam qaçmırdı, o göndərilirdi və bu fərq hər şey dəyişir. Kim göndərirdi? Nə üçün göndərirdi? Və ən əsası, bu adam nə bilirdi ki, onu həbs etmək əvəzinə 1000 kilometrlərlə uzağa Çin Xalq Respublikasına diplomatik toxunulmazlıqla, maaşla, təminatla sürgün etdilər. Təsəvvür edin ki, siz Azərbaycanın ən güclü müxalifət hərəkatının maliyyə katibisiniz. Sizdə partiyanın bütün bank hesablarının kodları var. İsveçrə banklarında açılmış gizli hesabların nömrələri, Türkiyədən gələn silah alqı-satqısının qəbzləri, İrandan keçən neft pullarının hərəkət sxemləri. Siz bilirsiniz ki, hansı general hansı tarixdə nə qədər pul alıb, hansı deputat hansı xarici kəşfiyyat xidməti ilə əlaqədədir, hansı biznesmen hansı partiyanı maliyyələşdirib. Siz bilirsiniz ki, Heydər Əliyevin hakimiyyətə qayıtması gecəsi kim kimi satıb, kim kimi aldadıb, kim kimin arxasından bıçaq vurub. İndi təsəvvür edin ki, bu Heydər Əliyev sizə zəng edir, səsi sakit, amma hər kəlmə daşdan kəsilmiş kimi sərt və deyir, ya həbsxana, ya Çin, seç. Səhərə qədər vaxtım var. Siz nə seçərdiniz? Tamerlan Qarayev seçdi və bu seçim Azərbaycan tarixinin ən böyük sirlərindən birinə çevrildi. Çünki o, nə həbsxanaya getdi, nə də ölkədə qaldı o. Qızıl qəfəsə girdi. 993-cü il, may ayı, Bakı. Heydər Əliyev Naxçıvandan paytaxta qayıdır, küçələrdə onun tərəfdarları sevinç nümayişləri keçirir. Amma Milli Azadlıq Cəbhəsinin binasında sükut hökm sürür. Dəhlizlər boşalır, kabinetlərdə kağızlar yandırılır, telefonlar susturulur. Əbülfəz Elçibəy prezidentlikdən uzaqlaşdırılır, Naxçıvana gedir, bir daha Bakıya qayıtmayacaq. Cəbhənin liderləri bir-bir həbs olunur. İsa Qəmbər, Əli Kərimli, Rəhim Qaziyev, hamısı ya Bayıl həbsxanasının dəmir qapıları arxasındadır, ya gizlənir, ya da ölkədən qaçır. Sərhədləri keçir, saxta pasportlarla, gecə qaranlığında. Amma Tamerlan Qarayev, o nə həbs olunur, nə gizlənir, nə də qaçır. O, Çin Xalq Respublikasının Azərbaycandakı ticarət nümayəndəliyinin rəhbəri təyin edilir. Rəsmi əmrlə, möhürlə, imza ilə. Diplomatik toxunulmazlıq, xarici valyuta hesabı, Pekin, Şangsay, Hong-Kong səyahətlər, ziyafətlər, görüşlər, protokollar. Bu həbs deyil, bu mükafatdır. Amma nə üçün? Nə üçün məhz o? Keçmiş Dövlət Təhlükəsizliyi Xidmətinin zabiti adını açıqlamaq istəməyən, indi təqaüdə çıxmış, saçları ağarmış, əlləri titrəyən bir şəxs bizə deyir. Qarayev çox şey bilirdi. O sadəcə maliyyə katibi deyildi. O, cəbhənin beynəlxalq əlaqələrinin mərkəzi idi. Bütün iplərin ucları onun əlində idi. Türkiyədən gələn pullar hər ay düzgün olaraq İstanbul Bankından Bakıya köçürülən 15.000 dollar. İrandan gələn silahlar, Təbriz yolu ilə gələn Kalaşnikov avtomatları, əl qumburaları, patron qabları. Moskvadan gələn məlumatlar, KQB-nin Azərbaycan şöbəsindən sızan gizli hesabatlar. Hamısı onun əlindən keçirdi. O hər şeyi qeyd edirdi. Hər bir qəpiyi, hər bir adı, hər bir tarixi. Əgər o danışsaydı, Azərbaycanda 100 nəfər həbs olunmalı idi. Yox, 100 nəfər deyil, 1000 nəfər. Generallar, nazirlər, deputatlar, iş adamları, hətta bəzi xarici diplomatlar. Ona görə də onu susturmaq lazım idi. Amma öldürmək olmurdu. Çünki o özünü qorumaq üçün sənədlərin surətlərini xaricdə saxlayırdı. İsveçrədə, Türkiyədə, hətta Moskvada. Və əgər ona bir şey olsaydı, bu sənədlər avtomatik olaraq beynəlxalq mətbuata göndəriləcəkdi. Beləliklə, onu nə həbs etmək,
nə də öldürmək olurdu. Yeganə yol onu uzağa göndərmək və nəzarət altında saxlamaq idi. Onu elə bir yerə göndərmək ki, nə danışa bilsin, nə də qaça bilsin. Amma bu sadəcə nəzarət deyildi. Bu sövdələşmə idi. Gizli, şifahi, heç bir kağızda qeyd olunmayan, amma hər iki tərəfin başa düşdüyü bir razılaşma. Və bu sövdələşmənin şərtlərini yalnız iki nəfər bilirdi. Heydər Əliyev və Tamerlan Qarayev. Biri hakimiyyəti aldı, digər həyatını. Biri Azərbaycana qayıtdı, digəri Çinə getdi. Biri tarix yazdı, digəri tarixi sildi. Yaddaşlardan, sənədlərdən, arxivlərdən. Amma bu sövdələşmənin qiyməti nə idi? Qarayev nə verdi? Pul, sənədlər, adlar, yoxsa daha böyük bir şey? Sükut, ömürlük, qəbrə qədər uzanan sükut. 989-cu ilin noyabr ayı. Bakının mərkəzində, Azadlıq meydanında yüz minlərlə insan toplaşıb. Onlar Sovet İttifaqından müstəqillik tələb edirlər. Bayraqlar dalğalanır, şüarlar səslənir. Xalq ayağa qalxıb. Onlar Qarabağın azad edilməsini istəyirlər. Onlar yeni Azərbaycan qurmaq istəyirlər. Onlar dəyişiklik istəyirlər. Və bu hərəkatın ön cərgəsində Tamerlan Qarayev. O tribunada çıxış edir. Əli havada, səsi ucadan, hər kəlməsi minlərlə ürəyə toxunur. O şüarlar səsləndirir. O xalqı ayağa qaldırır. O ümid verir. Amma o başqa bir şey də edir. O pul toplayır. Hər mitingdən sonra, hər aksiyadan sonra minlərlə manat, yüzlərlə dollar, onlarla Alman markası cəbhənin kassasına daxil olur. Əllər ələ verir, zərflər dolur, çantalar ağırlaşır. Və bu pulları kim idarə edir? Tamerlan Qarayev. O sadəcə kəsir deyil, o cəbhənin maliyyə imperiyasının hökümdarıdır. Hər bir pul axınını o idarə edir. Hər bir xərci o təsdiq edir. Hər bir hesabı o açır. Keçmiş Milli Azadlıq Cəbhəsi üzvü adını açıqlamaq istəməyən, indi xaricdə yaşayan, Azərbaycana qayıtmaqdan qorxan bir şəxs bizə deyir. Qarayev çox ağıllı idi. O hər şeyi yazırdı. Qalın qara dəftərlərdə. Hər bir qəpik, hər bir dollar, hər bir köçürmə, hamısı onun dəftərlərində qeyd olunurdu. Tarix, saat, məbləğ, mənbə, məqsəd. O bilirdi ki, bir gün bu məlumatlar ona lazım olacaq. O bilirdi ki, siyasətdə heç nə əbədi deyil. Dostlar düşmən ola bilər, müttəfiqlər xain ola bilər və yeganə qorunan şey məlumatdır, sənəddir, sübutdur. Və o gün gəldi. 993-cü ildə Heydər Əliyev hakimiyyətə qaydanda Qarayev bu dəftərləri götürüb Çinə apardı. Onları diplomatik çantada möhürlənmiş, toxunulmaz. Və bu dəftərlər onun həyat sığortası oldu. Onun qalxanı, onun silahı. Amma bu dəftərlərdə nə var idi? Hansı adlar? Hansı məbləğlər? Hansı əməliyyatlar? Keçmiş DTX zabiti deyir, orada hər şey var idi. Hər bir pis sir, hər bir gizli əməliyyat. Türkiyədən gələn silah alqı-satqısı kim satırdı, kim alırdı? Hansı məbləğlərə? Hansı komissiyalarla? İrandan gələn neft pulları hansı şirkətlər vasitəçilik edirdi? Hansı hesablara köçürülürdü? Kim nə qədər götürürdü? Moskvadan gələn kəşfiyyat məlumatları hansı zabitlər satırdı, nə qiymətə, hansı məlumatları? Və ən əsası, Azərbaycan ordusunun yüksək rütbəli zabitlərinin adları və onların aldıqları rüşvətlərin məbləğləri, hər biri, hər bir general, hər bir polkovnik, hər bir mayor. Əgər bu məlumatlar açıqlansaydı, Azərbaycanda hərbi çevriliş baş verərdi, ordu parçalanardı, dövlət çökərdi. Ona görə də Heydər Əliyev Qarayevi susturmaq məcburiyyətində qaldı. Başqa yol yox idi və susturmağın ən yaxşı yolu onu ölkədən çıxartmaq idi. Onu elə bir yerə göndərmək ki, nə qərbə çata bilsin, nə də şərqə, nə mətbuatla danışa bilsin, nə də müxalifətlə əlaqə saxlaya bilsin. Amma necə? Qarayev qaçmaq istəmirdi. O mübarizə aparmaq istəyirdi. O cəbhəni tərk etmək istəmirdi. O yoldaşlarını tək qoymaq istəmirdi. Amma ona seçim verilmədi. 993-cü ilin may ayının 14-cü gecəsi saat 23-də Qarayevin Nəsimi rayonundakı evinə DTX əməkdaşları gəlir. 3 nəfər. Mülki geyimdə, amma hərəkətləri hərbi, baxışları soyuq. Onlar onu həbs etmirlər. Onlar ona təklif edirlər. Daha doğrusu, ultimatum verirlər. Ya həbsxana, ya Çin. Seç. Səhərə qədər vaxtın var. Qarayev düşünür. O oturub düşünür, saatlarla, gecə boyu. O bilir ki, həbsxanada onu nə gözləyir? İstintaq,
Təzyiq, işgəncə, ola bilsin ki, daha pisi. O bilir ki, orada danışdırmaq üçün hər şey edəcəklər, hər üsulu işlədəcəklər. O bilir ki, orada sağ qalmaq şansı azdır, çox azdır. Və o, Çini seçir. Həyatı seçir. Sürgünü seçir. Amma bu seçim asan değildi. Bu ürək parçalayan bir seçim idi. Qarayev ailə adamı idi. Onun arvadı var idi, Gülnarə. Onunla 20 il yaşamışdı. Uşaqları var idi. 2 oğul, bir qız. Hələ kiçik, hələ məktəbdə. Onun dostları var idi, yoldaşları var idi. Onlarla çiyin-çiyinə mitinqlərdə dayanmışdı. Onlarla həbsxanalarda oturmuşdu. Onlarla ölkənin gələcəyini planlaşdırmışdı. Onun ölkəsi var idi. Azərbaycan, doğma torpaq. Hər daşı tanış, hər küçəsi yaddaşda. Və o bütün bunları tərk etməli idi. Nə üçün? Həyatı üçün. Amma hansı həyat? Sürgündə həyat. Nəzarət altında həyat. Qızıl qəfəsdə həyat. Çünki Çin onun üçün azadlıq değildi. Çin onun üçün başqa bir həbsxana idi sadəcə. Daha rahat, daha təhlükəsiz, daha gizli. Divarları görünməyən, amma mövcud olan bir həbsxana. 993-cü ilin may ayının 15-ci gecəsi, saat 3-də Tamerlan Qarayev Bakı Beynəlxalq Hava Limanında özəl təyyarəyə minir. Pilotlar onu tanımır, bələdçilər sual vermir. Hər şey əvvəlcədən təşkil olunub. Yanında 2 çamadan biri pulla təxminən 200 min dollar, 50 dollarlıq əskinaslar, qalın təbəqələrlə bağlanmış, digəri sənədlərlə, cəbhənin maliyyə hesabatları, bank kodları, əməliyyat planları, fotosurətlər, kasetlər. Təyyarə Pekinə uçur, gecə qaranlığında, işıqlar sönür, Bakı uzaqlaşır və Qarayev Azərbaycana bir daha qayıtmır, uzun illər qayıtmır. O Çində qalır. O orada işləyir. O orada yaşayır. Amma o həqiqətən yaşayırmı? Yoxsa sadəcə sağ qalır? Gündən günə, ildən ilə, sükutla, xatirələrlə, peşmançılıqla. Çin, Pekin. 993-cü ilin iyun ayı. Yay isti başlayır. Şəhər nəmli, havanın təzyiqi yüksək. Tamerlan Qarayev Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin rəhbəri kimi ilk iş gününə başlayır. Ofis kiçikdir, 3 otaq, 4 işçi, 1 katib. Hamısı yerli Çinlilər. Azərbaycanca bilmirlər. O da Çincə bilmir. Tərcüməçi vasitəsilə danışırlar. Amma bu sadəcə ofis deyil. Bu sürgün məkanıdır. Bu qəfəsdir. Qarayev hər gün səhər 9-da işə gəlir. Kostyum geyinir, qalstuk taxır. Diplomatik görünüş. Amma içəridə boşluq hiss edir. O axşam 6-da evə qayıdır. Kiçik mənzilə. 2 otaq, mətbəx, hamam, pəncərədən Çin küçəsi görünür. Tanımadığı insanlar, başa düşmədiyi dil. O görüşlər keçirir, müqavilələr imzalayır, hesabatlar yazır, Bakıya göndərir. Amma o bilir ki, hər addım izləndir, hər telefon danışığı dinləndir, hər görüşü qeydə alınır, hər hesabatı yoxlanılır. Çünki o, azad deyil. O nəzarət altındadır, daim, hər an, hər yerdə. Keçmiş Azərbaycan diplomatı adını açıqlamaq istəməyən, indi Avropada yaşayan, Azərbaycan pasportunu dəyişdirmiş bir şəxs bizə deyir, Qarayevin Çindəki vəziyyəti çox qəribə idi, çox paradoksal. Bir tərəfdən o rəsmi diplomat idi, diplomatik pasportu var idi, qırmızı, möhürlü, toxunulmazlığı var idi, heç kim ona toxuna bilməzdi. Amma digər tərəfdən, o heç yerə gedə bilmirdi, o Azərbaycana qayıda bilmirdi, o başqa ölkələrə səyahət edə bilmirdi. O hətta Çin daxilində də sərbəst hərəkət edə bilmirdi. Hər səfəri razılaşdırılmalı idi. Hər görüşü təsdiq olunmalı idi. Hər hərəkəti izlənilməli idi. Bu diplomatiya deyildi. Bu ev dustaqlığı idi. Lüks ev dustaqlığı. Amma yenə də dustaqlıq, azadlıqsızlıq, həyatın dayandırılması. Amma Qarayev şikayət etmirdi. Heç vaxt, heç kimə. O işini görürdü. Səhərdən axşama qədər. Dəqiq, diqqətli, peşəkar. O hesabatlarını yazırdı. Hər həftə, hər ay. Bakıya göndərirdi. Xarici İşlər Nazirliyinə. Şifrələnmiş kanallarla. O Bakıya məktublar göndərirdi. Rəsmi, protokol dili ilə. Və bu məktublar çox maraqlı idi, çox düşündürücü. Onlarda Çin iqtisadiyyatı haqqında məlumatlar var idi. Çin siyasəti haqqında təhlillər var idi. Çin-Azərbaycan əlaqələri haqqında təkliflər var idi. Amma bu məktubların əsl məqsədi başqa idi. Gizli, kodlaşdırılmış. Qarayev bu məktublarla Bakıya mesaj göndərirdi. Hər sətir altında gizli məna. Mən susuram.
Mən heç nə danışmıram. Mən sizin tərəfinizdəyəm. Mən razılaşmanı pozmuram. Və Bakı bu mesajı başa düşürdü. Hər dəfə, hər məktubda. Ona görə də Qarayev Çində qalırdı. Ona görə də ona maaş ödənirdi. Hər ay, vaxtında. Ona görə də o, toxunulmazlığını saxlayırdı. Heç kim ona toxunmurdu. Amma bu sükutun qiyməti nə idi? Qarayev nə itirdi? O ailəsini itirdi. Arvadı və uşaqları Bakıda qaldı. O onları ildə bir dəfə görə bilirdi. Yay tətilində, 2 həftəlik, nəzarət altında. O dostlarını itirdi. Cəbhənin keçmiş yoldaşları onunla əlaqəni kəsdi. Çünki onu xain hesab edirdilər. Satqın, Heydər Əliyevlə sövdələşən adam. O ölkəsini itirdi. Azərbaycan müstəqillik qazandı 991-ci ildə. Amma o, bu müstəqilliyi Çindən seyr etdi. Televizordan, xəbərlərdən, uzaqdan. O özünü itirdi o. Bir zamanlar tribunalarda çıxış edən, xalqı ayağa qaldıran lider idi. İndi isə Pekində kiçik bir ofisdə hesabat yazan məmur idi. Heç kim tanımayan, heç kim xatırlamayan bir adam. Keçmiş DTX zabiti deyir, Qarayev üçün Çin ən pis cəza idi. Ən dəhşətli, ən uzun. Çünki o, orada nə ölə bilirdi, nə də yaşaya bilirdi. O sadəcə mövcud idi. Hər gün eyni iş, hər gün eyni marşrut, hər gün eyni sükut, hər gün eyni yaddaşlar. Və bu sükut onu içərdən yeyirdi. Yavaş-yavaş, gündən günə, ildən ilə. Amma o başqa seçimi yox idi. Çünki o bilirdi ki, əgər danışsa, onu öldürəcəklər. Mütləq, şübhəsiz. Əgər Azərbaycana qayıtsa, onu həbs edəcəklər. Dərhal, hava limanında. Əgər başqa ölkəyə qaçsa, onu tapıb geri qaytaracaqlar. Hər yerdə agentlər var. Hər yerdə informatorlar var. Ona görə də o Çində qaldı. Və Çin onun qəbri oldu sadəcə. O hələ diri idi. Nəfəs alırdı, amma yaşamırdı. 998-ci il, oktyabr ayı. Heydər Əliyev prezident seçilir, ikinci dəfə, böyük səs çoxluğu ilə. Azərbaycan yeni dövr yaşayır. Neft müqavilələri imzalanır, xarici investisiyalar gəlir. Ölkə inkişaf edir, yollar tikilir, binalar ucalır. Amma Tamerlan Qarayev hələ də Çindədir. O hələ də ticarət nümayəndəliyində işləyir. O hələ də susur. Və bu sükut davam edir. 5 il, 10 il, 15 il, 20 il. Qarayev Çində qocalmağa başlayır. Saçları ağarır, üzündə qırışlar dərinləşir. Sağlamlığı pisləşir, təzyiq yüksəlir, ürək ağrıyır. Amma o, hələ də Azərbaycana qayıtmır. Çünki o bilir ki, Azərbaycanda onu nə gözləyir? Suallar, çoxlu suallar, istintaqlar, ifadələr. Və o bu suallara cavab vermək istəmir. Çünki bu cavablar çox adamı məhv edə bilər, çox ailə dağıda bilər, çox sir açıqlaya bilər. Və o, bu yükü daşımaq istəmir, bu məsuliyyəti götürmək istəmir. Amma bir sual qalır, əsas sual, hər kəsin ağlına gələn sual. Qarayev həqiqətən xain idi. O həqiqətən Heydər Əliyevlə sövdələşdi, yoxsa o, sadəcə sağ qalmaq istəyən bir insan idi. Ailəsini qorumaq istəyən bir ata, həyatını xilas etmək istəyən bir adam. Və əgər siz onun yerində olsaydınız, əgər sizə eyni seçim verilsəydi, siz nə edərdiniz? Həbsxananı seçərdiniz, yoxsa Çini? Ölümü seçərdiniz, yoxsa sürgünü? Şərəfi seçərdiniz, yoxsa həyatı? Və bu seçim doğru olardımı? Sən heç düşünmüsənmi ki, bir adamın xəstəliyi necə siyasi silaha çevrilə bilər? Bu sözləri bizə keçmiş tibb bacısı deyir. Əlləri hələ də titriyir, baxışları qorxulu. Sanki 30 il əvvəlki o gecəni yenidən yaşayır. O gecə, 1989-cu ilin dekabr ayının 23-də Bakının mərkəzi xəstəxanasına bir nəfər gətirildi. Yüksək vəzifəli şəxs. Adı protokolda qeyd olunmadı, amma onun yanında Tamerlan Qarayev var idi. Əlində qalın qara çanta, içində tibbi sənədlər, rentgen şəkilləri, qan analizləri. Qarayev həkimə dedi ki, bu sənədlər heç bir yerdə qeydə alınmamalıdır. Heç bir arxivdə saxlanmamalıdır. Heç bir hesabatda göstərilməməlidir. Həkim soruşdu, niyə? Qarayev cavab vermədi. Sadəcə ona baxdı və dedi, bu dövlət sirridir. Amma həmin tibb bacısı başa düşdü. Bu şantaj materialı idi. Çox güclü, çox təhlükəli. Çünki Azərbaycanda yüksək vəzifəli şəxslərin xəstəlikləri haqqında məlumat
onların siyasi karyerasını məhv edə bilərdi. Bir anda, bir açıqlamayla, bir sənədlə. Və Qarayev bu məlumatları toplayırdı, sistemli şəkildə. Hər bir nazir, hər bir general, hər bir deputat hansı xəstəliyə tutulub, hansı əməliyyatdan keçib, hansı dərmanları asılıdır, hansı psixoloji problemləri var. Bu məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi arxivində saxlanılırdı. Qırmızı möhürlü zərflərdə, çox məxfi qeydi ilə və yalnız 3 nəfərin girişi var idi. Qarayev bu 3 nəfərdən biri idi. Niyə? Çünki Milli Azadlıq Cəbhəsi bu məlumatları siyasi təzyiq üçün istifadə edirdi. Gizli danışıqlarda, kulislərdə, hədə-qorxularda. Və indi 1993-cü ildə bu məlumatlar Qarayevin əlində idi. Çində, uzaqda, amma hələ də çox təhlükəli, çox dəyərli. Çünki bu məlumatlar köhnəlmirdi. Əksinə, getdikcə daha dəyərli olurdu. Çünki o adamlar hələ də hakimiyyətdə idilər, hələ də yüksək vəzifələrdə idilər, hələ də öz sirlərinin açıqlanmasından qorxurdular. Həmin tibb bacısı davam edir. Qarayev mənə dedi ki, bu sənədləri heç kimə göstərmə, heç kimlə danışma, heç nə xatırla. O mənə $500 verdi. O vaxt bu çox böyük pul idi. Mənim aylıq maaşım 50 manat idi. Təxminən $10. 10 dəfə fərq. Mən o pulları götürdüm və susmağa söz verdim. Və mən 30 il sustum. Amma indi mən qocalmışam, mən ölməyə hazıram. Və mən bu sirri özümlə aparmaq istəmirəm. Çünki bu sir çox ağırdır, çox dəhşətlidir. Qarayev sadəcə maliyyə katibi deyildi. O cəbhənin ən qaranlıq sirlərinin qoruyucusu idi. Ən çirkin əməliyyatların təşkilatçısı idi. Və bu sirlər onu həm xilas etdi, həm də məhv etdi. Çünki bu sirlər ona Çində həyat verdi, amma Azərbaycanda ölüm hökmü çıxardı. Bu tibbi sirlər Qarayevin Çindəki toxunulmazlığının əsas səbəbi idi. Amma yeganə səbəb deyildi. Çünki Qarayevin əlində başqa silahlar da var idi. Daha güclü, daha təhlükəli. O cəbhənin beynəlxalq bank hesablarının kodlarını bilirdi. İsveçrədə, Lichtenstein'də, Kiprdə açılmış gizli hesablar. Hər birində yüz minlərlə dollar, bəzilərində milyonlar. O Türkiyədən gələn silah alqı-satqısının bütün detallarını bilirdi. Kim satırdı, kim alırdı, hansı məbləğlərə, hansı komissiyalarla, hansı vasitəçilər iştirak edirdi. O İrandan gələn neft pullarının hərəkət sxemlərini bilirdi. Hansı şirkətlər vasitəçilik edirdi, hansı hesablara köçürülürdü, kim nə qədər götürürdü. O Moskvadan gələn kəşfiyyat məlumatlarının mənbələrini bilirdi. Hansı KGB zabitləri satırdı, nə qiymətə, hansı məlumatları. Və ən təhlükəlisi o, Azərbaycan ordusunun yüksək rütbəli zabitlərinin adlarını və onların aldıqları rüşvətlərin məbləğlərini bilirdi. Hər biri, hər bir general, hər bir polkovnik, hər bir mayor, kim nə vaxt nə qədər pul aldı, hansı əməliyyatları sabotaj etdi, hansı döyüşlərdə öz əskərlərini tərk etdi. Əgər bu məlumatlar açıqlansaydı, Azərbaycanda hərbi çevriliş baş verərdi, ordu parçalanardı, dövlət çökərdi, xaos başlayardı. Ona görə də Heydər Əliyev Qarayevi susturmaq məcburiyyətində qaldı. Başqa yol yox idi, başqa seçim yox idi. Keçmiş Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək rütbəli zabiti, adını açıqlamaq istəməyən, indi xaricdə yaşayan, Azərbaycan pasportunu dəyişdirmiş bir şəxs bizə deyir. Biz Qarayevi fiziki olaraq məhv etməyi düşünmüşdük. Bir neçə dəfə. Müxtəlif variantlar hazırlamışdıq. Amma problem var idi o. Bizə demişdi ki, əgər ona bir şey olsa, onun əlindəki bütün məlumatlar avtomatik olaraq beynəlxalq mətbuata göndəriləcək. O bu sistemin necə işləyəcəyini izah etmədi. Amma biz bilirdik ki, o blöf etmir. Çünki o çox ağıllı idi, çox ehtiyatlı idi. O özünü qorumaq üçün hər şeyi düşünmüşdü. Ona görə də biz onu öldürə bilmədik. Biz onu həbs edə bilmədik. Biz onu Azərbaycanda saxlaya bilmədik. Yeganə yol onu uzağa göndərmək və nəzarət altında saxlamaq idi. Və biz onu Çinə göndərdik. Çünki Çin bizim üçün ideal yer idi, uzaq, qapalı, nəzarət olunan. Orada Qarayev nə qərblə əlaqə saxlaya bilərdi, nə də müxalifətlə. Orada o təcrid olunmuşdu, izole edilmişdi, kontrol altındaydı. Və biz ona hər ay pul göndərirdik, $3000. O vaxt bu çox böyük məbləğ idi. Azərbaycanda orta maaş $50 idi, 60 dəfə fərq. Amma bu, onun sükutunun qiyməti idi, onun həyatının qiyməti idi. İndi bir sual. Əgər siz belə bir sirri bilsəydiniz, əgər sizdə belə bir güc olsaydı,
Siz nə edərdiniz? Onu açıqlayardınız və qəhrəman olardınız, amma ölərdiniz. Yoxsa susardınız və zəngin yaşayardınız, amma vicdanınız rahat olmazdı. Qarayev ikincisini seçdi və bu seçim onu həm xilas etdi, həm də məhv etdi. Çünki o fiziki olaraq sağ qaldı, amma mənəvi olaraq öldü. Hər gün biraz daha, hər il biraz daha, sükutla, peşmançılıqla, yaddaşlarla. 2001-ci il, sentyabr ayının 11-ci günü, dünya dəyişir. Amerika Birləşmiş Ştatlarında terror aktları baş verir. İki təyyarə dünya ticarət mərkəzinin güllələrinə çırpılır. Minlərlə insan həlak olur. Dünya şoka düşür. Və Tamerlan Qarayev Çində, Pekindəki kiçik ofisində oturub bu xəbərləri televizordan izləyir. Ekranda güllələr yanır, tüstü qalxır, insanlar qaçır, xaos hökm sürür. Qarayev bu görüntülərə baxır və düşünür. Dünya dəyişir, amma mənim həyatım dəyişmir. Mən hələ də buradayam, hələ də bu qəfəsdəyəm, hələ də susuram. O, düşünür, neçə il keçib? 8 il. 8 il Çində, 8 il sürgündə, 8 il sükutda. Və daha neçə il qalıb? 10 il, 20 il. Ömrün sonu? O bilmir. Heç kim bilmir. Çünki bu ömürlük razılaşmaydı. Qəbrə qədər uzanan razılaşmaydı. Amma bu 8 il ərzində Qarayev nə etdi? O işlədi. Hər gün, səhərdən axşama qədər. Azərbaycanın Çindəki ticarət nümayəndəliyində rəhbər vəzifəsində. O hesabatlar yazırdı. Hər həftə, hər ay. Bakıya göndərirdi. Xarici İşlər Nazirliyinə, şifrələnmiş kanallarla. Bu hesabatlarda Çin iqtisadiyyatı haqqında məlumatlar var idi. Çin-Azərbaycan ticarət dövriyyəsi haqqında rəqəmlər var idi. İnvestisiya layihələri haqqında təkliflər var idi. Amma bu hesabatların heç biri həyata keçmədi. Heç bir layihə reallaşmadı. Heç bir müqavilə imzalanmadı. Çünki bu hesabatların əsl məqsədi ticarət deyildi, nəzarət idi. Qarayev hər ay Bakıya mesaj göndərirdi. Hər sətr altında gizli məna. Mən hələ də buradayam. Mən hələ də susuram. Mən hələ də sizin tərəfinizdəyəm. Mən razılaşmanı pozmuram. Mən heç nə danışmıram. Və Bakı bu mesajı qəbul edirdi. Hər dəfə, hər məktubda, hər hesabatda. Ona görə də Qarayev Çində qalırdı. Ona görə də ona maaş ödənirdi. Hər ay, vaxtında, $3000, bank köçürməsi ilə, Çin Xalq Bankının Pekin filialına, Qarayevin şəxsi hesabına. Keçmiş Azərbaycan diplomatı adını açıqlamaq istəməyən, indi Avropada yaşayan bir şəxs bizə deyir, Qarayevin maaşı çox maraqlı idi, çox düşündürücü. $3000 hər ay, 8 il, təxminən $288.000. Bu Azərbaycanda orta maaşlı işçinin 400 il işləməli olduğu məbləğdir. 400 il. Təsəvvür edin, bir Azərbaycan fəhləsi 400 il işləməlidir ki, Qarayevin 8 illik maaşını qazansın. Bu ədalətlidirmi? Xeyr. Amma bu siyasətdir. Bu, sükutun qiymətidir. Və Qarayev bu qiyməti qəbul etdi. Çünki o başqa seçimi yox idi. Çünki o bilirdi ki, əgər danışsa, onu öldürəcəklər. Əgər Azərbaycana qayıtsa, onu həbs edəcəklər. Əgər başqa ölkəyə qaçsa, onu tapıb geri qaytaracaqlar. Amma Qarayev bu pulla nə edirdi? O Çində villa almırdı. O lüks maşın almırdı. O bahalı restoranlarla getmirdi. O zəngin həyat sürmürdü. Əksinə, o çox təvazökar yaşayırdı. Çox sadə, çox gizli. O Pekinin kənar rayonunda kiçik bir mənzildə yaşayırdı. 2 otaq, mətbəx, hamam, köhnə mebel, sadə geyim. O köhnə bir maşın sürürdü. Çin istehsalı. 15 illik, paslanmış. O heç kimlə görüşmürdü. Heç kimə etibar etmirdi. Heç kimlə dostluq etmirdi. O tək yaşayırdı. Çox tək, çox təcrid olunmuş. Çünki o bilirdi ki, hər addımı izləndir, hər telefon danışığı dinləndir, hər görüşü qeydə alınır. Çünki o bilirdi ki, Bakı onu nəzarət altında saxlayır, daim, hər an, hər yerdə. Keçmiş Dövlət Təhlükəsizliyi Xidmətinin zabiti deyir. Biz Qarayevi hər gün izləyirdik. 24 saat, 7 gün, bütün il. Onun telefon danışıqlarını dinləyirdik. Onun elektron məktublarını oxuyurduq. Onun hər addımını qeydə alırdıq. Biz Çində 2 nəfərimiz var idi. Daim, növbə ilə. Onlar Qarayevi izləyirdilər. Hər gün, hər saat. Və biz gördük ki, o getdikcə daha çox qorxur. Getdikcə daha çox təcrid olunur.
getdikcə daha çox tənha qalır. O hər gün eyni marşrutla işə gedirdi. Heç vaxt dəyişmirdi. O heç kimlə görüşmürdü. Heç kimə zəng etmirdi. O hətta öz ailəsinə belə çox az zəng edirdi. Ayda bir dəfə, 10 dəqiqə. Çox ehtiyatlı, çox qısa. Çünki o bilirdi ki, biz dinləyirik. Və o bilirdi ki, bir səhv söz onun sonu ola bilər. Bir səhv hərəkət onun ölümü ola bilər. 2008-ci il, dekabr ayı. Heydər Əliyev vəfat edir. Onun oğlu İlham Əliyev prezident olur. Azərbaycan yeni dövr yaşayır. Neft qiyməti yüksəlir, ölkə zənginləşir, Bakı dəyişir, göydələnlər ucalır, yollar genişlənir, insanlar maşın alır, mənzil alır, xaricdə tətil edir. Amma Tamerlan Qarayev hələ də Çindədir. Hələ də ticarət nümayəndəliyində işləyir. Hələ də susur. Çünki o bilir ki, sirləri yalnız Heydər Əliyevlə bağlı deyil. Bu sirlər bütün sistemlə bağlıdır. Və sistem dəyişməyib. Sadəcə başçısı dəyişib. Amma qaydalar eynidir. Mexanizmlər eynidir. Nəzarət eynidir. Və Qarayev bu qaydaları çox yaxşı bilir. Çox dərindən bilir. İndi bir sual. Qarayev nə vaxt danışacaq? Heç vaxt. Yoxsa ölüm yatağında? Yoxsa bir gün o qərar verəcək ki, artıq susacaq qədər susub və hər şeyi açıqlayacaq. Və əgər o danışsa, Azərbaycanda nə baş verəcək? Neçə nəfər həbs olunacaq? Neçə nəfər istefa verəcək? Neçə nəfər ölkədən qaçacaq? Neçə ailə dağılacaq? Neçə karyera məhv olacaq? Bu sualların cavabını yalnız bir nəfər bilir. Tamerlan Qarayev. Və o hələ də susur. Hələ də Çindədir. Hələ də qızıl qəfəsdədir. 2011-ci il fevral ayı. Ərəb baharı başlayır. Tunisdə, Misirdə, Liviyada, Suriyada bir-bir diktatorlar devrilir. Xalq küçələrə çıxır. Etirazlar başlayır. Rejimlər çökür. Bəzi diktatorlar həbs olunur. Bəziləri ölkədən qaçır. Bəziləri öz xalqı tərəfindən cəzalandırılır. Və Tamerlan Qarayev Çində oturub bu xəbərləri izləyir. Televizorda görür ki, Muəmmər Qəddafi öz ölkəsində həlak olur. Oxuyur ki, Hüsnü Mübarək məhkəməyə verilir. Eşidir ki, Bəşşar Əsəd öz xalqına qarşı müharibə aparır. Və o düşünür, mənim taleyim nə olacaq? Mən də bir gün hesab verməli olacağam? Yoxsa mən bu qızıl qəfəsdə ölənə qədər qalacağam? Yoxsa bir gün Azərbaycanda da dəyişikliklər baş verəcək və məni geri çağıracaqlar, suallar verəcəklər, cavablar tələb edəcəklər. Bu suallar Qarayevi narahat edirdi. Hər gün, hər gecə, yuxusunda, yuxusuzluğunda. Çünki o bilirdi ki, onun əlində olan məlumatlar çox güclüdür, çox təhlükəlidir. O bilirdi ki, əgər o bu məlumatları açıqlasa, Azərbaycanda böyük dəyişikliklər baş verə bilər, böyük sarsıntılar ola bilər. Amma o həm də bilirdi ki, əgər o bu məlumatları açıqlasa, onu öldürəcəklər. Mütləq, şübhəsiz, sürətlə. Və o ölmək istəmirdi, o yaşamaq istəyirdi. Hətta bu qızıl qəfəsdə belə, hətta bu sükutda belə, hətta bu tənhalıqda belə. Keçmiş Milli Azadlıq Cəbhəsi üzvü adını açıqlamaq istəməyən, indi Avropada yaşayan bir şəxs bizə deyir. Mən 2012-ci ildə Qarayevlə telefon danışığı etdim. Çox qısa, 5 dəqiqə. Çox ehtiyatlı. O çox dəyişmişdi. Səsi titriyirdi, sözləri qarışırdı, nəfəsi ağır idi. O mənə dedi ki, çox yorulub, çox tükənib, artıq davam etmək istəmir. Amma o həm də dedi ki, başqa seçimi yoxdur. Çünki o bilir ki, əgər Azərbaycana qayıtsa, onu həbs edəcəklər. Əgər başqa ölkəyə qaçsa, onu tapıb geri qaytaracaqlar. Əgər danışsa, onu öldürəcəklər. Ona görə də o Çində qalmalıdır və Çində susmalıdır, ömürlük, qəbrə qədər. Mən ona dedim, amma bu həyat deyil, bu ölüm kimidir, yavaş ölüm, uzun ölüm. O cavab verdi, bəli, bu ölümdür. Amma mən hələ nəfəs alıram, hələ görürəm, hələ eşidirəm, hələ düşünürəm. Və bu heç olmasa bir şeydir, heç olmasa nəsə. Amma bu sükutun bir qiyməti var idi, çox ağır qiymət. Qarayevin ruhu, onun vicdanı, onun özünə hörmət hissi. O hər gün güzgüyə baxanda özünü tanımırdı. O bir zamanlar xalqın qəhrəmanı idi, tribunalarda çıxış edən lider idi, minlərlə insanı ayağa qaldıran natiq idi. İndi isə Pekində kiçik bir ofisdə hesabat yazan məmur idi. Heç kim tanımayan, heç kim xatırlamayan, heç kim hörmət etməyən bir adam. O bir zamanlar azadlıq uğrunda mübarizə aparırdı. İndi isə öz azadlığını satmışdı. Pula,
təhlükəsizliyə, həyata. O bir zamanlar hakimiyyətə qarşı çıxırdı. İndi isə hakimiyyətin əlində oyuncaq idi, kukla idi, nəzarət olunan bir varlıq idi. Və bu onu içərdən öldürürdü. Hər gün biraz daha, hər il biraz daha. 2018-ci il, aprel ayı. Azərbaycanda prezident seçkiləri keçirilir. İlham Əliyev 4-cü dəfə prezident seçilir. Böyük səs çoxluğu ilə. Ölkədə etirazlar olur. Müxalifət küçələrə çıxır. Amma tezliklə yatışdırılır. Polis müdaxilə edir. Həbslər başlayır. Və Tamerlan Qarayev Çində oturub bu xəbərləri izləyir. Televizorda görür ki, Milli Azadlıq Cəbhəsinin keçmiş üzvləri yenidən küçələrə çıxır. Yenə etiraz edir. Yenə həbs olunur. Yenə döyülür. Və o heç nə edə bilmir. Heç nə deyə bilmir. Heç bir dəstək verə bilmir. Çünki o Çindədir. Çünki o susmalıdır. Çünki o sağ qalmalıdır. Keçmiş Dövlət Təhlükəsizliyi Xidmətinin zabiti deyir, Qarayev üçün ən ağır an 2018-ci il oldu. Çünki o gördü ki, onun keçmiş yoldaşları yenidən mübarizəyə başlayıb və o onlara kömək edə bilmir. O onlara dəstək verə bilmir. O hətta onlarla danışa belə bilmir. Biz ona dedik ki, əgər o Azərbaycandakı müxalifətlə əlaqə qursa, biz onu geri çağıracağıq. Və geri çağırmaq o deməkdir ki, həbs, istintaq, məhkəmə, cəza. Ona görə də o sustu və bu sükut onu öldürdü. Fiziki olaraq yox, mənəvi olaraq, ruhən, vicdanən. İndi bir sual. Qarayev xain idi, yoxsa qurban? O öz xalqını satdı, yoxsa sadəcə sağ qalmağa çalışdı? O pul üçün sustu, yoxsa qorxudan? O şərəfsiz idi, yoxsa ağıllı? O günahkar idi, yoxsa məcbur? Və əgər siz onun yerində olsaydınız, əgər sizə eyni seçim verilsəydi, siz nə edərdiniz? Danışardınız və ölərdiniz, qəhrəman olardınız, amma ailəsiz qalardınız. Yoxsa susardınız və yaşayardınız, zəngin olardınız, amma vicdanınız rahat olmazdı. Bu, asan sual deyil, çox çətin sualdır. Və cavabı yalnız siz verə bilərsiniz. Yalnız öz ürəyinizlə, öz vicdanınızla, öz dəyərlərinizlə. Təsəvvür edin ki, siz 12 nəfərlik gizli qrupun üzvüsünüz və bu qrupun hər bir üzvü bir sirri bilir. Amma heç kim bütün sirləri bilmir. Yalnız siz bilirsiniz. Çünki siz bu qrupun maliyyə mərkəzisiniz. Hər bir əməliyyatı siz koordinasiya edirsiniz. Hər bir pul köçürməsini siz təsdiq edirsiniz. Hər bir gizli görüşü siz təşkil edirsiniz. İndi təsəvvür edin ki, 22 dekabr 1989-cu ildə bu 12 nəfər bir otaqda toplaşır. Bakının mərkəzində, Milli Azadlıq Cəbhəsinin binasının 3-cü mərtəbəsində. Pəncərələr qapalı, qapılar kilitlənmiş, telefonlar söndürülmüş və onlar bir qərar qəbul etməlidirlər. Ya Əbülfəz Elçibəyə sadiq qalacaqlar və Heydər Əliyevə qarşı mübarizə aparacaqlar, ya da Heydər Əliyevlə danışıqlar aparacaqlar və öz mövqelərini qoruyacaqlar. Tamerlan Qarayev bu otaqdaydı. O küncə oturmuşdu. Əlində qalın qara dəftər, içində 12 nəfərin hər birinin gizli əməliyyatları haqqında qeydlər, kim nə vaxt nə qədər pul aldı, kim hansı xarici kəşfiyyat xidməti ilə əlaqədədir, kim hansı silah alqı-satqısında iştirak etdi, kim hansı bank hesabını açdı. Və Qarayev bilirdi ki, bu otaqdakı 12 nəfərdən 11-i Heydər Əliyevlə danışıqlar aparmaq istəyir. Yalnız bir nəfər, İsa Qəmbər Elçibəyə sadiq qalmaq istəyir. Və Qarayev seçim etməli idi. 11 nəfərlə getmək, yoxsa bir nəfərlə qalmaq. O 11 nəfəri seçdi. Və bu seçim hər şey dəyişdi. Çünki o sadəcə siyasi seçim deyildi. Bu həyat və ölüm arasında seçim idi. Azadlıq və həbsxana arasında seçim idi. Gələcək və keçmiş arasında seçim idi. Keçmiş Milli Azadlıq Cəbhəsi üzvü, adını açıqlamaq istəməyən, indi Türkiyədə yaşayan, Azərbaycana qayıtmaqdan qorxan bir şəxs bizə deyir. O gecə, 22-ci dekabr gecəsi, biz hamımız bilirdik ki, Heydər Əliyev gəlir və o gələndə biz ya onunla olacaq, ya da ona qarşı. Üçüncü yol yox idi və Qarayev bizə dedi ki, o Heydər Əliyevlə danışıqlar aparmağa hazırdır. Çünki o bilir ki, mübarizə artıq məğlub olub. Elçibəy artıq prezident deyil, ordu artıq bizim tərəfimizdə deyil, xalq artıq bizə inanmır. Və o dedi ki, əgər biz indi danışıqlar aparmasaq, sabah hamımız həbsxanada olacaq və heç kim bizi xilas etməyəcək, nə Türkiyə, nə Amerika, nə Avropa.
Və biz ona inandıq, çünki o çox inandırıcı danışırdı. Çox məntiqli, çox real. Amma biz bilmirdik ki, o artıq öz sövdələşməsini etmişdi. O artıq öz gələcəyini təmin etmişdi. O artıq Çinə bilet almışdı. Və biz onu xain adlandırdıq. Amma o, özünü xilas edən ağıllı adam idi. Sadəcə biz bunu çox gec başa düşdük. Bu 12 nəfərlik qrup Azərbaycan tarixinin ən gizli qruplarından biri idi. Onların adları heç bir rəsmi sənəddə keçmir. Onların görüşləri heç bir protokolda qeyd olunmur. Onların qərarları heç bir arxivdə saxlanmır. Amma bu qrup Milli Azadlıq Cəbhəsinin əsl hakimiyyəti idi. Əsl qərar qəbul edən orqan idi. Əsl maliyyə mərkəzi idi. Və Tamerlan Qarayev bu qrupun ən güclü üzvü idi. Çünki o pulu idarə edirdi. Və siyasətdə pul hər şeydir. Pulsuz ordu yoxdur. Pulsuz mətbuat yoxdur. Pulsuz müxalifət yoxdur. Pulsuz mübarizə yoxdur. Və Qarayev bu pulu idarə edirdi. Hər bir qəpiyi, hər bir dolları, hər bir markanı. O bilirdi ki, kim nə qədər pul alıb, kim nə üçün pul xərcləyib, kim hansı hesabdan pul götürüb. Və bu məlumat ona güc verirdi. Çox böyük güc. Çünki bu məlumatla o istənilən adamı şantaj edə bilərdi. İstənilən qərarı dəyişdirə bilərdi. İstənilən siyasətçini idarə edə bilərdi. Keçmiş Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək rütbəli zabiti deyir, biz Qarayevi 1989-cu ildən bəri izləyirdik. Çünki biz bilirdik ki, o cəbhənin maliyyə mərkəzidir və əgər biz onu idarə etsək, biz bütün cəbhəni idarə edə bilərik. Amma o çox ehtiyatlı idi, çox ağıllı idi. O heç vaxt birbaşa danışmırdı. O həmişə vasitəçilər işlədirdi. O heç vaxt öz adına pul köçürmürdü. O həmişə başqalarının adına hesablar açırdı. Və biz onu tutmaq üçün 4 il gözlədik. 4 il izlədik. 4 il məlumat topladıq. Və 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qaydanda biz Qarayevə təklif etdik. Ya bizimlə işləyəcək, ya da həbsxanaya gedəcək. O bizimlə işləməyi seçdi. Və bu seçim onu xilas etdi. Amma həm də məhv etdi. Çünki o artıq öz insanları arasında xain idi. Artıq öz yoldaşları arasında satqın idi. Artıq öz vicdanı qarşısında günahkar idi. İndi bir sual. Bu 12 nəfərlik qrupun digər üzvləri nə oldu? Onlardan bəziləri həbs olundu. İsa Qəmbər, Əli Kərimli, Rəhim Qaziyev, onlar Bayıl həbsxanasında illər keçirdilər. Bəziləri sürgünə getdi. Türkiyəyə, Almaniyaya, Fransaya. Onlar orada siyasi sığınacaq aldılar. Bəziləri Azərbaycanda qaldı və Heydər Əliyevlə razılaşma etdi. Onlar nazir oldular, deputat oldular, biznesmen oldular. Amma Tamerlan Qarayev, o nə həbs olundu, nə sürgünə getdi, nə də Azərbaycanda qaldı. O Çinə göndərildi və bu ən qəribə taley idi, ən paradoksal taley idi. Çünki o nə azad idi, nə də dustaq, nə qəhrəman idi, nə də xain, nə yaşayırdı, nə də ölürdü. O sadəcə mövcud idi, qızıl qəfəsdə, görünməz divarlar arasında, sükutla, yaddaşlarla, peşmançılıqla. 2019-cu ilin mart ayı, Pekin. Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin binası, 3-cü mərtəbə, Tamerlan Qarayevin ofisi. Qapı bağlıdır, pəncərələr qapalıdır, işıqlar sönükdür. Qarayev masasının arxasında oturub, əlində qalın qara dəftər, səhifələri saralmış, bəzi yerləri qələmlə qaralanmış, bəzi yerləri yırtılmış. Bu dəftər onun həyat sığortasıdır, onun qalxanıdır, onun silahıdır. Amma bu dəftər həm də onun yükü, onun lənətidir. Çünki bu dəftərdə yazılanlar onu həm xilas edir, həm də məhv edir, həm qoruyur, həm də öldürür. O bu dəftəri açır, səhifələr vərəqləyir, oxuyur adlar, tarixlər, məbləğlər, hesab nömrələri, əməliyyat kodları. Hər bir səhifə bir sirdir, hər bir sətir bir təhlükədir, hər bir söz bir bomba kimidir. Və Qarayev düşünür, mən bu dəftəri nə vaxt açıqlayacam? Heç vaxt. Yoxsa ölüm yatağında? Yoxsa bir gün qərar verəcəyəm ki, artıq susacaq qədər susmuşam və hər şey dünyaya deyəcəyəm? Amma bu qərarı vermək asan deyil, çox çətin. Çünki bu qərar yalnız onun həyatını deyil, yüzlərlə insanın həyatını təsir edəcək. Yüzlərlə ailə dağılacaq, yüzlərlə karyera məhv olacaq, yüzlərlə sir açıqlanacaq. Və Qarayev bu məsuliyyəti götürmək istəmir.
Bu yükü daşımaq istəmir. Bu qərarı vermək istəmir. Ona görə də o hələ də susur. Hələ də bu dəftəri gizlədir. Hələ də Çində qalır. Hələ də gözləyir. Nəyi gözləyir? Doğru anı? Təhlükəsiz anı? Yoxsa sadəcə ölümü? Keçmiş Azərbaycan Arxiv İdarəsinin əməkdaşı, adını açıqlamaq istəməyən, indi təqaüdə çıxmış, Bakıda yaşayan bir şəxs bizə deyir. 2018-ci ilin iyul ayında bizə əmr gəldi. Bütün Milli Azadlıq Cəbhəsi ilə bağlı sənədlər məhv edilməlidir. Yandırılmalıdır. Heç bir iz qalmamalıdır. Biz soruşduq, niyə? Bizə dedilər, sual verməyin, sadəcə edin. Bu yuxarıdan əmrdir. Prezident administrasiyasından əmrdir. Və biz etdik. Biz 3 gün ərzində 1200 qutu sənəd yandırdıq. Hər qutuda təxminən 500 səhifə var idi. Cəmi 600 min səhifə. Bu səhifələrdə nələr var idi? Milli Azadlıq Cəbhəsinin maliyyə hesabatları, bank əməliyyatları, xarici əlaqələr, daxili çəkişmələr, gizli razılaşmalar, şəxsi məktublar, telefon danışıqlarının yazıları, görüşlərin protokolları. Və bu səhifələrdə Tamerlan Qarayevin adı yüzlərlə dəfə keçirdi, bəlkə minlərlə dəfə. Çünki o hər əməliyyatda iştirak edirdi, hər qərarı təsdiq edirdi, hər pul köçürməsini imzalayırdı. Və indi bu səhifələr yoxdur. Onlar kül oldu, tüstü oldu, yox oldu. Amma bir problem var. Qarayevin öz surətləri var. O hər sənədin surətini çıxarıb özündə saxlayırdı. Və bu surətlər hələ də onun əlindədir. Çində, kimsənin bilmədiyi bir yerdə, kimsənin tapa bilməyəcəyi bir şəkildə. Bu arxiv məhv edilməsi təsadüfi deyildi. Bu planlaşdırılmış əməliyyat idi. Sistemli, məqsəd yönlü. Çünki Azərbaycan hökuməti bilirdi ki, bu sənədlər çox təhlükəlidir, çox ifşa edicidir. Və əgər bu sənədlər beynəlxalq mətbuata sızsa, Azərbaycanda böyük siyasi böhran başlaya bilər. Beynəlxalq ictimaiyyət suallar verə bilər. Xarici hökumətlər təzyiq göstərə bilər. Ona görə də bu sənədlər məhv edilməli idi. Tamamilə, qəti şəkildə, heç bir iz qalmamalı idi. Amma Qarayevin surətləri qaldı. Və bu surətlər Azərbaycan hökumətinin ən böyük qorxusu idi. Ən böyük təhlükəsi idi. Çünki bu surətlərdə hər şey var idi. Kim, nə vaxt, nə qədər pul aldı? Kim hansı əməliyyatda iştirak etdi? Kim hansı xarici kəşfiyyat xidməti ilə əlaqədədir? Kim hansı silah alqı-satqısında vasitəçilik etdi? Keçmiş Dövlət Təhlükəsizlik Xidmətinin zabiti deyir. Biz Qarayevin sənədlərini tapmaq üçün hər şey etdik. Biz onun Çindəki mənzilini axtardıq, tapmadıq. Biz onun ofisini axtardıq, tapmadıq. Biz onun bank seyfini axtardıq, tapmadıq. Biz hətta onun ailə üzvlərinin evlərini də axtardıq. Yenə tapmadıq. O bu sənədləri çox yaxşı gizlətmişdi. Çox ağıllı şəkildə, çox təhlükəsiz yerdə. Və o bizə demişdi ki, əgər ona bir şey olsa, bu sənədlər avtomatik olaraq beynəlxalq mətbuata göndəriləcək. O bu mexanizmin necə işləyəcəyini izah etmədi. Amma biz bilirdik ki, o blöf etmir. Çünki o çox ehtiyatlı idi, çox düşüncəli idi. O özünü qorumaq üçün hər şeyi planlaşdırmışdı. Ona görə də biz onu toxunulmaz elan etdik. Və o bu toxunulmazlığı 28 ildir saxlayır. Hələ də saxlayır, hələ də qoruyur. 2021-ci ilin payızı Azərbaycan hökuməti yeni bir qərar qəbul edir. Bütün xaricdəki diplomatik nümayəndəliklərin arxivləri rəqəmsallaşdırılmalı və mərkəzi serverə yüklənməlidir. Bu qərarın məqsədi şəffaflıq və hesabatlılıq idi. Amma əsl məqsəd başqa idi. Qarazevin Çindəki ofisində hansı sənədlərin olduğunu öyrənmək, bu sənədləri tapmaq və məhv etmək. Çünki Bakı bilirdi ki, Qarayev orada da bəzi sənədlər saxlayır və bu sənədlər tapılmalı və yox edilməli idi, mütləq, qəti şəkildə. İndi bir sual. Qarayevin sənədləri həqiqətən mövcuddurmu? Yoxsa bu sadəcə onun blöfüdür, onun qorxutma taktikasıdır? Və əgər bu sənədlər həqiqətən mövcuddursa, onlar harda? Çində, Türkiyədə, İsveçrədə, yoxsa başqa bir yerdə? Və əgər bu sənədlər bir gün açıqlansa, Azərbaycanda nə baş verəcək? Neçə nəfər həbs olunacaq? Neçə nəfər istefa verəcək? Neçə nəfər ölkədən qaçacaq? Bu sualların cavabını yalnız bir nəfər bilir, Tamerlan Qarayev. Və o, hələ də susur, hələ də gözləyir, hələ də qoruyur. 2019-cu ilin dekabr ayı, Pekin, Mərkəzi Xəstəxana, Kardioloji şöbə, 6-cı mərtəbə, palatanın nömrəsi 312.
Tamerlan Qarayev xəstəxana çarpayısında uzanıb, üzü solğun, dodaqları göyərmə, nəfəsi ağır, ürəyi zəif döyünür. Təzyiq aşağı düşüb. Həkimlər deyirlər ki, onun vəziyyəti kritikdir. Ona təcili əməliyyat lazımdır. Ürək əməliyyatı, açıq ürək əməliyyatı. Çox mürəkkəb, çox riskli. Amma Qarayev əməliyyatdan imtina edir. O deyir ki, əməliyyat zamanı ona narkoz veriləcək və o huşunu itirəcək. Və o, huşunu itirmək istəmir. Heç vaxt, heç bir halda. Çünki o bilir ki, huşsuz olduğu zaman ona hər şey edilə bilər. Ona zəhər verilə bilər. Ona inyeksiya vurula bilər. Ona nəsə qatışdırıla bilər. Və o, bir daha oyanmayacaq. Bir daha nəfəs almayacaq. Bir daha danışmayacaq. Keçmiş həkim adını açıqlamaq istəməyən, indi təqaüdə çıxmış, Çində yaşayan bir şəxs bizə deyir. Qarayev xəstəxanaya gələndə o çox qorxurdu, çox paranoyalı idi. O heç bir dərmana toxunmurdu. O heç bir yeməyə toxunmurdu. O hətta suya belə şübhə ilə baxırdı. O deyirdi ki, ona zəhər verə bilərlər, onu öldürə bilərlər. Biz ona dedik ki, biz həkimik, biz sizi xilas etmək istəyirik, biz sizə kömək etmək istəyirik. Amma o inanmırdı. O deyirdi ki, həkimlər də satın alına bilər. Pul hər şey edə bilər. Pul hər kəsi satın ala bilər. Və o haqlı idi. Çünki biz sonradan öyrəndik ki, Azərbaycan səfirliyi bizə zəng edib və Qarayevin vəziyyəti haqqında məlumat istəyib. Onlar soruşublar ki, o nə qədər yaşaya bilər? O nə vaxt sağalacaq? O nə vaxt işə qayıda biləcək? Və biz başa düşdük ki, Qarayevin qorxusu əsassız deyil. Onun paranoyası real əsaslara malikdir. Qarayev xəstəxanada 10 gün qaldı. Bu 10 gün ərzində o heç nə yemədi. O yalnız su içdi. Və o suyu özü gətirirdi. Xəstəxanadan götürmürdü. O plastik butulkada gətirirdi. Möhürlənmiş, açılmamış. Və o bu butulkanı açmazdan əvvəl yoxlayırdı. Diqqətlə, ehtiyatla, şübhə ilə. O heç bir dərmana toxunmadı. O heç bir inyeksiyaya icazə vermədi. O hətta həkimlərin ona yaxınlaşmasına belə etiraz edirdi. O deyirdi ki, onlar ona nəsə vura bilərlər. Onlar ona nəsə qatışdıra bilərlər. Və o sadəcə yatağında uzanıb tavana baxırdı. Saatlarla, günlərlə. Və o düşünürdü, mən nə üçün yaşayıram? Sadəcə ölməmək üçün, yoxsa bir gün danışmaq üçün? Amma əgər danışsam, məni öldürəcəklər. Əgər danışmasam, məni unutacaqlar. Hər iki halda mən itirəcəyəm. Hər iki halda mən məğlub olacağam. 11-ci gün Qarayev xəstəxanadan çıxdı. O həkimlərə dedi ki, evdə olmaq istəyir. Evdə rahat hiss etmək istəyir. Evdə sağalmaq istəyir. Həkimlər ona dedilər ki, evdə o bir həftədən çox yaşamayacaq. Onun ürəyi çox zəifdir. Onun təzyiqi çox aşağıdır. Onun orqanizmi çox tükənmişdi. Qarayev cavab verdi. Bir həftə kifayətdir. Mən bir həftə yaşamaq istəyirəm. Öz evində, öz yatağında, öz pəncərəsindən Pekinin küçələrinə baxaraq. O xəstəxanadan çıxdı və mənzilinə qayıtdı. Və o hələ də yaşayır. 2 il keçib, amma o hələ də yaşayır. Hələ də nəfəs alır. Hələ də düşünür. Hələ də gözləyir. Keçmiş Dövlət Təhlükəsizliyi Xidmətinin zabiti deyir, Qarayevin hələ də yaşaması bizim üçün sirdir. Böyük sirdir. Çünki həkimlər deyirlər ki, o 2 il əvvəl vəfat etməli idi. Onun ürəyi dayanmalı idi. Onun orqanizmi çökməli idi. Amma o yaşayır. Və biz bilirik ki, o nə üçün yaşayır. O yaşayır, çünki o hələ də bir şey gözləyir. O gözləyir ki, Azərbaycanda böyük dəyişiklik olsun. O gözləyir ki, sistem dəyişsin. O gözləyir ki, o təhlükəsiz şəkildə danışa bilsin. O gözləyir ki, o öz sirlərini açıqlaya bilsin və sağ qala bilsin. Amma bu gün gələcəkmi? Heç kim bilmir. Bəlkə gələcək, bəlkə gəlməyəcək. Amma Qarayev gözləyir. Və o gözləyərkən ölür yavaş-yavaş. Ağrılı şəkildə, görünməz şəkildə. Amma o hələ də yaşayır, hələ də nəfəs alır, hələ də ümid edir. İndi bir sual. Qarayev danışacaqmı? Heç vaxt. Yoxsa ölüm yatağında. Yoxsa bir gün o qərar verəcək ki, artıq gözləyəcək qədər gözləyib və hər şeyi açıqlayacaq. Və əgər o danışsa, Azərbaycanda nə baş verəcək? Neçə nəfər həbs olunacaq? Neçə nəfər istefa verəcək? Neçə nəfər ölkədən qaçacaq? Neçə ailə dağılacaq? Neçə karyera məhv olacaq? Neçə sir açıqlanacaq?
Bu sualların cavabını yalnız bir nəfər bilir. Tamerlan Qarayev. Və o hələ də susur. Hələ də Çindədir. Hələ də qızıl qəfəsdədir. Hələ də gözləyir. Amma nə vaxta qədər? Nə vaxta qədər bu sükut davam edəcək? Nə vaxta qədər bu qəfəs mövcud olacaq? Nə vaxta qədər bu sir saxlanılacaq? Və siz nə düşünürsünüz? Qarayev xaindir, yoxsa qurban? O pul üçün susur, yoxsa qorxudan? O şərəfsizdir, yoxsa ağıllı? O günahkardır, yoxsa məcbur? Cavabı yalnız siz verə bilərsiniz. Yalnız öz ürəyinizlə, öz vicdanınızla, öz dəyərlərinizlə. İlk dəfə kamera qarşısında danışıram 30 il sonra. İlk dəfə üzümü göstərirəm. İlk dəfə adımı deyirəm. Mən Elçin Məmmədovam. Tamerlan Qarayevin keçmiş şəxsi sürücüsü. 1988-ci ildən 1993-cü ilə qədər onunla hər gün idim. Hər səfərdə idim, hər görüşdə idim. Mən onun hər addımını bilirəm. Mən onun hər sirrini bilirəm. Və mən bilirəm ki, o niyə Çinə göndərildi. Çünki mən o gecə orada idim. 1993-cü ilin may ayının 14-cü gecəsi. Qarayevin Nəsimi rayonundakı evinə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları gələndə, mən maşında oturub gözləyirdim. Mən eşitdim ki, onlar ona nə dedilər. Mən gördüm ki, o necə ağladı. Mən bildim ki, o nə seçdi. Və mən 30 ildir bu yükü daşıyıram. Amma bugün mən danışmaq istəyirəm. Çünki Qarayev artıq danışa bilmir. O xəstədir. O tək qalıb. O unutulub. Və kimsə onun əvəzinə danışmalıdır. Mən danışacağam. Amma əvvəlcə sizə bir şey deməliyəm. Bu məlumat çox təhlükəlidir. Bu məlumat həyatlara başa gələ bilər. Bu məlumat tarixi dəyişə bilər. Siz hazırsınızmı? Çünki geri dönüş yoxdur. Çünki bu sözlər bir dəfə deyildikdən sonra heç vaxt geri götürülə bilməz. Çünki həqiqət bəzən yalandırdan daha təhlükəli olur. O gecə saat 23-də Qarayevin evinə 3 nəfər gəldi. Hamısı mülki geyimdə, amma hərəkətləri hərbi idi. Baxışları soyuq idi. Səsləri sərt idi. Onlar onu həbs etmədilər. Onlar ona təklif etdilər. Daha doğrusu, ultimatum verdilər. Mən maşında oturub dinləyirdim. Pəncərə açıq idi. Yay gecəsi idi. Hava isti idi. Və mən eşitdim ki, onlardan biri, ən yaşlısı, general rütbəsi var idi Qarayevə dedi, Tamerlan bəy, sizə 2 seçim təklif edirik. Birinci seçim, sabah səhər sizi həbs edəcəyik. Sizi məhkəməyə verəcəyik. Sizi xəyanətdə, maliyyə cinayətində, xarici kəşfiyyat xidmətləri ilə əlaqədə ittiham edəcəyik. Siz 15 il həbs alacaqsınız. Və həbsxanada siz çox şey danışacaqsınız. İstəsəniz də, istəməsəniz də. Çünki biz sizi danışdırmaq üçün hər üsulu işlədəcəyik. Hər metodu tətbiq edəcəyik. İkinci seçim, sabah axşam sizi Çinə göndərəcəyik. Siz orada diplomat kimi işləyəcəksiniz. Sizə maaş verəcəyik. Sizə toxunulmazlıq verəcəyik. Amma siz susacaqsınız. Heç vaxt, heç kimə, heç nə danışmayacaqsınız. Ömürlük, qəbrə qədər. Seçin. Səhərə qədər vaxtınız var. Qarayev sustu. O uzun müddət sustu. Mən gördüm ki, o ağlayır. Onun çiyinləri titrəyir. Onun əlləri bükülür. Onun başı aşağı düşür. Sonra o soruşdu. Əgər mən Çini seçsəm, ailəm nə olacaq? General cavab verdi. Ailəniz Bakıda qalacaq. Onlara heç nə olmayacaq. Amma siz onları ildə yalnız bir dəfə görə biləcəksiniz. Nəzarət altında, müəyyən yerdə, müəyyən vaxtda. Qarayev yenə sustu. Sonra o soruşdu. Əgər mən həbsxananı seçsəm, məni öldürəcəksinizmi? General gülümsədi və dedi, biz sizi öldürməyəcəyik. Amma həbsxanada çox şey baş verə bilər. Siz bunu özünüz də bilirsiniz. Orada qanunlar işləmir. Orada güc işləyir. Orada pul işləyir. Və biz çox pul verə bilərik ki, siz orada rahat yaşamayasınız. Qarayev başa düşdü. O bilirdi ki, həbsxanada onu nə gözləyir. O bilirdi ki, orada sağ qalmaq şansı çox azdır. Çox azdır. Və o Çini seçdi. Həyatı seçdi. Sürgünü seçdi. Qızıl qəfəsi seçdi.